Hamı salamlayıram, hər vaxtınız xeyir. Bugün də yenə davam olaraq həmişə danışdığımız bir-birinin ardıcıllıq olmasa da yeni bir-birinə bağlı olan mövzular idi ki, axırıncı mövzumuz da sən incitməyib, inciməmək, yəni bu barədə idi ki, bu təbii ki, bu insanda əgər aktiv deyilsə, meybi yoxdur, aktivləşdirməsi də mümkündür. Yəni, heç kəs buna məyus olmasın ki, onun hansı bir buna oxşar hal yoxdur və bunu necə əldə eləmək olar. Yəni, çox açıq və özünə səmimi olmaq, özünə qarşı səmimiyyət, yəni özünə qarşı səmimiyyət təbii ki, ətrafa da olan səmimiyyəti gətirib çıxartacaq. Yəni, səmimi özü ilə qurulan ünsiyyət, yəni daxili ilə xaricinin bir-birinə uyğun gəlməsi ki, insan bunu dərin düşüncə ilə, doğru düşüncə ilə, bütün fizioloji durumu belə iştirakı ilə anlaya bilir, başa düşə bilir dərin düşüncə nəticəsində. Yəni, demək istədiyim budur ki, insanlar bugünkü xəstəliklərdən, istəyir psixoloji, istəyir fizioloji xəstəliklərdən ki, əziyyət çəkirlər. Bu əziyyət çəkmənin son olaraq insan son qoyma olaraq daha doğrusu bilməlidir ki, insanın bədəni belə 100 milyardlarla, hüceyrələrlə təşkil olub, gözəllik qalma əsasına tətbiq olunubdur. Bunu demişik təkrar, yəni deməkdə məcburluq şey deyirik ki, biz bilək ki, biz sümük deyilik tək, yəni möhtəşəm varlıqlarıq və hansı bədənimizin bir hissəsi ağrıyırsa, biz onu aradan qaldıra bilirik sözlə. Kaldırma potansiyeli var bizdə, kaldırma qabiliyyəti var bizdə ki, bu da bizim həmən o hüceyrələrin üzərində şuurlu olması, yaddaşda olması, ünsiyyətsiz olmasıdır ki, onlar da onların öz dilləri və onlar da müharibə sahəsi əsasında təşkil olunmuş dil vasitəsilə bir-birinə danışırlar. Bu da bizim düşüncəyə dayanır, düşüncəyə əsaslanır ki, biz bunu nə qədər öz şuurumuzda reallaşdırsaq, bu daha doğru, düzgün və sürətli təsir qoyur ki, insanın beləndə bir bərpa olma baş verir. Bu bərpa olma da ki, elə bir bərpa olmadır ki, insana ümid verər, insanın məyus eləmiş Allah ki, var idi ki, illərə dayanan, aylara dayanan, onları aradan qaldırar ki, insan emosional, məntiqsiz, emosional hərəkətdə yox, məntiqli, emosiyada olsa da məntiqlə hərəkətdə olur ki, bu da onu xoşbəxt eləməkdən başqa bir onun bəxişi və təqdimatı yoxdur. İnsan zaten xoşbəxt bir varlıqdır, insan xoşbəxtlik onun daxilindədir, xaricində yox və bu halı başa düşərək, dərk edərək hərəkətdə olsaq, biz özümüzlə qurduğumuz səmimiyyət, özümüzlə qurduğumuz ünsiyyət, məhəbbətə və sevgiyə dayanan ünsiyyətdən, məhəbbətə dayanan səmimiyyətdən ki, söhbət gedir. Bu baş verərsə biz əsl öz versiyamız nədirsə, əsl həqiqətimiz nədirsə, onu üzə çıxardar ki, o həm bizi, həm ətrafı xoşbəxt eləmiş olur. Təşəkkürlər.